ضلالة وكل ضلالة في النار. Muhterem kardeşler, abadlar. Allah subhanahu ve teala sonsuz saadet şükürler olsun ki Rabbimiz bize müveffak elədi, geldi bu mübarək yerlərə. Bu sözsüz ki, hepimiz için qeyd eləməkdir. Yalnız bu Allah'ın bir müvəffəqiyyətidir. Allah subhanahu wa istəməsiniz, heç birimiz gəlməz. Sadəcə indi bizim üzərimizə düşən nədir? Üzərimizə düşən odur ki, bu Allah'ın müvəffəqiyyətini değerlendirək. Çünki bu sayılmış günlərdir. Nəinki bu sayılmış günlər. Nəinki bu günlərdir, sayılmış günlərdir. Bizim həyatımız belə sayılmış günlərdir. Allah bilir nə vaxt bitəcəkdir. Verilmiş bir vaxtdır. O ki qaldı ki, gələk burada 10 gün, 20 gün və necə gəlib sizə heç bilməyəcəyik. Ona görə bu günlərdən səmərəli istifadə etmək lazımdır. Xüsusən də bu ehramda olduğumuz halda təlbiyəni demək. Yəni başqa vaxtı bu deyilmir. Yalnız ehramda olduğun halda deyilir. Öqdardır. Ondan sonra artıq bitir. Nə qədər çox desək, o qədər yapılır. Alimlər qeyd edir, bir insan təlbiyə deyəndə bütün məxluqat onunla onu təkrarlayır Allahın izniyle. Və sözsüz ki, necə bilirsiniz, ibadət qəbul olunması üçün 2 rukunu var. Yəni, xatırlatma müminə daim fayda verər. Nədir o rukunlar? Birinci sözsüz ki, nədir? İxlaslı olmaq. Yəni, o ibadət yalnız Allahın razılığını qazanmaq üçün olmalıdır. O ibadətə heç bir şey daxil olmamalıdır. Yəni, nə riya, nə ad üçün, nə san üçün bunlar olmalı deyil. Kimlər ki, ad üçün gəlib, onlar üçün elə o da olacaqdır. Başqa heç bir şey qazanmır oradan. Yalnız onu qazanır. Allah qorusun hər birimizi. Deməli, birinci rukun nədir? Birinci dayaq, ibadətin qəbul olması üçün. Fərqi yoxdur. Hansı ibadət olsun, bu 2 rukunu var. 2 dayağı var ibadətin qəbul olması üçün. Birinci ixlasdır. Sırf Allah üçün olmalıdır. Heç bir şey daxil olmalıdır. İkinci də ki, mutabəət. Yəni, Allah Resulü sallallahu aleyhi və səlləmin elədiyi kimi olmalıdır. Mütləq. Bu 2 şey ölçüdür. Bu ölçü əgərlərin bir ibadətdə yoxdursa, hansısa o halda o ibadət artıq puç olur. Ola bilsin ki, insan tam şəkildə, elmli şəkildə Allah Resulü s.ə.v-in necə eləyirsə eləlir, amma ixlas yoxdur. Yəni onun o ibadətinə şirk daxil olur. Kim üçünsə eləyir? Bu artıq ibadət tamamilə sıfırlanır. Və hətta nə olur? Ona günah yazılır. Və yaxud da ola bilsin, görürsün insanlar var, özlərini gecə-gündüz öldürürlər. Nə baxımdan? İbadətdə, zikirdə, amma Allah Resulü s.ə.v-in eləmədiyi bir şeylər edirlər. Bu halda da o ibadət qəbul deyil. Hansı ibadət? İbadət necə olmalıdır? Allah subhanahu wa ta'ala necə istəyirsə elə olmalıdır. Çünki bu ibadət ona olur. Kimin, hər hansı bir şəxsin elədiyi kimi ola bilməz. Bəli. Və Allaha yenə də sonsuz sadə şükürlər olsun ki, müvəffəq elədi bizi. Mən qısa olaraq sizə ümumiyyətlə, ömrə haqqında yəni məlumat vermək istəyirəm. Necə bilirsiniz ki, biz indi birinci növbədə ömrə eləyəcək. Çünki biz təməttu adlanan həcci eləyəcək inşallah. Təməttu həcci nədir? Yəni o 3 ayın birində Şəvval, Zülqeydə və yaxud da Zülhiccə bu aylarda ümrə niyyəti ilə daxil olursansa miqatdan və sonra oturub həcc gününü gözləyə bilərsən Allahın izniyle. Bu təməttu həccidir. Yəni birinci insan daxil olur ümrə niyyəti ilə, sonra tam şəkildə ümrəsini getirir və çıxır ümrədən, ehramdan və Allahın izniyle yəni çox asan da olur. Gözləyirsin artıq həcc günlərini və həcc günlərdə də artıq elə oteldə, haradasansa orada yumunusan, arınırsan və ehramına daxil olursan və niyyət edirsən artıq həccə. Təməttu həcci budur. Və Allah subhanahu ta'ala Rasulü s.ə.v elədiyi bir həcc. Deməli, qardaşlar, yəni əlhəmdə içimizdə mən elə görürüm ki, çoxumuz yəni ümrədə olubdur Allahın izniyle, amma yenə də xatırladırıq. Ümumiyyətlə bu təlbiyə nə vaxtda kimi olur? Yəni burada alimlər 2 qismə bölünür. Bəzilər deyir ki, Məkkəyə daxil olanlar kimi. Bəzilər deyir ki, Kəbə evi görünənə kimi. Yəni biz oraya deyir ki, Kəbə evi görünənə kimi Allahın izniyle. Kəbə evi görünənə kimi təlbiyə olunur.
Yalnız hərəkət olunanda, dayandığın misalsın oteldə eləmirsən, başqa zikir elə. Nə istəyirsən elə, dua elə, ehramdasan, muhrimsən, duaların qəbul olur. Özün üçün elə, yaxınların üçün elə, xəstələr varsa onlar üçün, gəlmək istəyənlər var onlar üçün, ölkəmiz üçün, ölkəmizin əmin-amanlığı üçün, başçımız üçün, onun üçün və s. müsəlmanlar üçün. Və unutma, dayanma. Bu şeylərin özünü məşğul elə daim. Dedi ki, sayılmış vaxtdır. Elə gəlib sizə heç nə. Bir anlıq. Amma ola bilsin, sən orada bir dua eləyərsən və sənin bu dünyanı və ahirətini tamamilə dəyişər. Və qəbul olar o dua. Onun için dayanmayın arkadaşlar. Yani. Elhamdülillah biz bura nə gəlmişik? İbadətə. Həccim, ümrəmiz, sonra həccimizi bitiriyor. Və şeytan bizi bu hədəfdən uzaqlaşdırmamalıdır Allah'ın izniyle. Çox şeylər görəcəyik. Yəni ola bilsin bizim heç böyle yani çox natəmizliklər və yaxud da çox belə sərtliklər görəcəyik. Bunlar heç biri bizi bu hədəfdən uzaqlaşdırmamalıdır. Səbir. Səbir eləsək Allah'ın izniyle inşallah və bu iki rukuna riayət eləsək Allah'ın izniyle inşallah Rabbimizin vəfəqəti ilə məqbul olmuş həzzdən qaydarıq inşallah. Amma yox, bu iki rukuna riayət eləmədən və səbirsizlik eləməklə və insanlardan münaqişəyə girmək və insanlara baxmaq, bu onu elədi, bu onu elədi, bu onun haqqına gedir, bu nə elədi. Ardından neysə görsən şeytan səninlə məşğul edir, getdi, vaxtın getdi, həcc günlərin getdi və heç nə, və siz qayıdırsan nə ilə? Boş əldən, Allah qorusun. O günahdan, qeybətdən və s. Ona görə möhkəm olmaq lazımdır. Göründə olan qardaşlar, gördün ki, nəsə buraxır özünü başqa şey, misal üçün başlayır kimisi qeybətini eləməyə və yaxud da Allah'ın zikrindən uzaqlaşır, xatırlatma daim möminə fayda verir, nəsiyyət elə, qoyma. Və həmçinin mühümdür ki, qardaşlar, yəni yoldaşın möhkəm olsun, yanında olan yoldaş. Çox böyük bir mühüm məsələdir. Bəli, möhkəm olarsa Allah'ın izniyle sən də Allah'ın izniyle böyük bir qənimətlə qaydarsan buradan. Və həmçinin sən də möhkəm olarsan inşallah Allah'ın izniyle. Deməli, bizdə əsas budur. Yəni ki, rukun, bir də səbir. Hər bir şeyə nələr baş verirdi qardaşlar, bu sözümü yadınızdan salın. Ki, yəni qardaşımız bizə nəsiyyət edir ki, səbirli olaq. Yəni çox bu, yəni ki, və səbirli olandan sonra İnşallah onun mükafatını görəcəksiniz. Elə burada görəcəksiniz. Niyə görə? Çünki insan ola bilsin qəzəblənsin. O bir dəqiqənin içində insan qəzəbi ilə ola bilsin ki, bir şəxsin canını alsın. Və yaxud da bir dəqiqənin içində elə bir insanın qəlbini qırsın ki, heç sonra nə eləsə belə o insanın qəlbini düzəldə bilməz. Bir dəqiqə, amma o bir dəqiqəni səbr eləyib, ondan keçsə Allah'ın izniyle, ondan sonra rahatlıq gəlir. Biz də belə, əlhəmdülillah, biz elə belə insanlar deyilik bir dəqiqə. Bu dəqiqə bizi burada adlandırırlar, nə? Necə ki, qeyd eləmişdik, Ər-Rəhmənin qonaqları. Necə ola bilər ki, sən Ər-Rəhmənin qonağı olasan, özünü o qonaq sahibinə layiq aparmayasan, onun buyurduqlarını eləməyəsən. Buna riayət eləmək lazımdır. Hərə özün inşallah Allah'ın izniyle. Biz Rabbimizin vəfəqəti ilə bu təlbiyəni eləyəcəyik inşallah. Və harada hərəkət eləyəcəyik, eləyəcəyik. Nə qədər çox eləyəcək, o qədər yaxşıdır Allah'ın izniyle. Deməli, gedirik otelə, orada proseslər baş verəcəkdir. Onlar keçəndən sonra inşallah baxacaq vaxt necə olacaq. Vaxt təyin edəcəyik. Bir çox böyük ihtimal qrup şəklində kimsə əgər imkan olarsa ayrı getmək istəyərsə ona da baxarıq inşallah. Ümumi olaraq qrup şəklində gedəcəyik inşallah. Deməli, ümrəmiz bizim Allah'ın izniyle nədir? Dəstəmazı şəkildə çıxacaq inşallah oteldən. Sonra yenə də Kəbə görünən kimi bu zikri davam edəcəyik. Kəbəyə yaxınlaşanda inşallah dayanacaq. Deməli, necə bilirsiniz, Kəbə 4 küncdür. Var Qaradaş, Qaradaşdır ki, əgər yaxın olsa görünür. Belə kim ərəb dilində oxuya bilirsə, 3 dənə Allah Akbar yazılıb. Qızılı yazı ilə. Belə o küncdür. Sağ tərəfə isə baxışlar, görəcək svetofor rəngində işıq yanır. Və o Qaradaşın tuşudur.
Əgər Kəbə tərəfində eləsən, görünür, sol tərəfdən Kəbə, sağ tərəfdən işıq. Yox, yuxarıda eləsən, ola bilsin ki, Kəbə görünməsin və sən artıq bu işıqla başlayacaqsın. Ne edirsən? Deməli, birincidə əlini, sinəni çönürsən sinənlə Kəbə tərəfə, əlini qalxızırsan, deyirsən, Bismillah, Allahu Akbar. Ama siz orada kardeşler ve bacılar, görəcəksiniz müxtəlif insanlar, necə qeyd elədik. Hərə bir yerdən gəlib. Bir ailədə belə görürsünüz, böyüyən övladlar başqa cür tərbiyədə olur. Bu o demək deyil, ata-ana tərbiyəsi. İnsan da çöldən, küçədən təsirlənir və s. O ki, qaldı ki, müxtəlif yerlərdən insanlar gəlsin. Müxtəlif əqidə ilə, müxtəlif biri ilə. Görəcəksiniz nə olsun. Bunlar hamısı sizi neynəsin, yayındırmasın. Görəcəksiniz, insanlar nə edir? Belə də hava öpüşü göndərilir. Necə vazgeçli paslığı deyirlər belə ona. Bu şey olmaz belə şey. Belə şey heç kim eləməyibdir. Nə Allah Rasulullah s.ə.v eləməyibdir, nə ondan sonra heç bir xəlifə, belə ki sahabələr. Bu bidətdir. Bidətdirsə deməli artıq Allah Rasulullah s.ə.v eləmədiyi bir şey olur. Deməli sən bunu eləsən, sənin ibadətinə xələl gəlir. Birindən Bismillah, Allah Akbar. Başladıq tavafımıza. Tavafa başlayırıq inşallah. Tavafa başlayandan sonra bu küncdən Yəmən küncünə kimi ürəyinizdə dua istir eləyirsiniz. Zikir, dua, Quran oxu, nə istəyirsən eləyirsən. Biz cəmaatı deyib, xor şəkildə bunu eləmirik. Niyə görə ki, insandır, özünün qəlbində duası var, istəyi var, bu rahat olsun. Amma Yəmən küncündə Allahın izni ilə mən deyirəm və kim bilirsə özü deyir. Artıq başlayırıq duanı zikir eləmə. Yəmən küncündən Qaradaşa kimi. Rabbənə ətinə fid-dünya həsənətən və fil-əxirəti həsənətən və qinə əzəbən-nar. Bu zikri dayanmadan eləyirik. Bir dəfə yox. Yəmən küncündən Qaradaşa kimi dayanmadan. Nə qədər çox olsa o qədər yaxşıdır. Satdıq artıq Qaradaşa. Qaradaşda da artıq Bismillah demirik. Bir dənə Allahu Akbar deyirik. Əlimizi qalxızdırıq, Allahu Akbar deyirik. Və başladıq artıq ikinci tavafa. Və belə gəlir Yəmən küncünə 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ciyə gedəndə biz deyirik Allahu Akbar yenə. Çatdıq 7-ciyə artıq demirik. Desək yeni tavafa başlamış olduq. Artıq demirik, çıxırıq. Çıxırıq Allah'ın izniyle inşallah. Çıxırıq gedirik hara? İbrahim məqamına. İbrahim məqamında da 2 rükət namaz qılırıq. Kim bilirsə, Muttəxəzə məqam-ı İbrahim Musallə bunu oxuyur, bilmirsə hep olmaz. Birbaşa başlayır Kəbə tərəfə durub 2 rükət namaz qılmağa. Yaxşı, elə insanlar var ki, İbrahim məqamının yanında dururlar və yaxud da cəmaatın içində, olmaz belə eləmək. Böyük bir təhlükədir. Birincisi, özünü təhlükəyə atsan, ölə bilərsən. Bildiğin insan ölə bilər, Allah qorusun. Təsəvvür, o kadar insan gedir orada, durur başlayıb namaz qılmağa, səcdən gedir. Kim görür onu? Kim görür? Heç kim. Başını taxtaladı bir dənə yaxşı belə yekə, adam heç balaca adam olsun. Həmən ölüb qalacaq orada, boynu qırılır, Allah qorusun. Yəni biz əlhəmdə nə gün çətinləşdirməliyik, əgər Rəbbimiz bizim bu dinimizi asanlaşdırırsa. İbrahim məqamının tuşunda harada olsa qıla bilərik. Hətta belə İbrahim məqamının tuşunda belə olmasa, harada olsa o niyyətdən ki, İbrahim məqamında namaz qılırsan, 2 rükətini qılırsan və bitdik, əlhəmdülillah. 2 rükət, birinci rükətdə kim bilirsə, Fatih surəsi, sözü ki, Fatih sözü rukundur, bilməsən namaz yoxdur əslən. 2-ci surədən gelir. 2-ci surə nə oxuyuruq? Qul ya əyyuhəl kəfirun, Kəfirun surəsi. Yəni Allah Rasulullah sallallahu aleyhi ve sellem Kəfirun surəsini oxuyubdur. 2-ci rükətdə isə Fatih surəsi, İxlas surəsi. Qul huvallahu əhəd. Bunu bitirəndən sonra Kəbə tərəfi, indi orada biraz 5 dəqiqə, 10 dəqiqə baxacaq Allah'ın izniyle. Duracaq, dua edəcəyik Kəbə tərəfə durub. Sonra biz gedəcəyik Allah'ın izniyle Zəmzəm su içməyə. Zəmzəm su içəcəyik inşallah. Və biraz da belə başa tökmək olar, amma tökməmək də məsləhətdir. Çünki səhər çox soyuq olur, konsider olur. Əslində sünnədir, tökmək istəyən tökə bilər, amma xəstələnsə problem olacaq. Qabaqda həcc var. Yəni tərk eləmək olar. Bu xələl gətirir Allah'ın izniyle. Xüsusən də kimsə qədərim qorxursa kondisionerdən və soyuq dəyməkdən eləməsin onu.
inşallah başa tökən tökdü, tökməyən gedir yara Səfa Mərvaya. Bizim səyimiz başlayır Səfadan. Ola bilsin ki, izdihamdan bir çıxaq Mərva tərəfdən. Misal üçün, pilləkənlərdən Mərvaya yaxın. Və biz Səfaya gedirik, o bizdə səy say, əlbəttə ki, yox. Səy başlayır Səfadan. İnnə Səfa vəl Mərvətə min şəairillah. Əbdə bimə bədə Allah bih. Allah s.ə. həqiqətən Səfa və Mərva Allahın nişanələrindəndir. Allah başladığından başlayıram. Yəni, aradan Səfadan başlayırsan. Çıxırsan dağa, çıxa bunu eləyirsən və sonra deyirsən 3 dəfə Allahu Akbar. Sonra varid olan zikri La ilahe vahdahu la şerike lehu lehul mulku lehul hamdu ve huve ala kulli şeyin qadir. Və ilə nihayət axıra kimi. Bunu oxuduq, artıq qiblə tərəfə durub bunu oxuyuruq. Bunu oxuyandan sonra dua edirik. Ürəmi istədiyi duanı Allahın izniyle. Xeyr istəyirik. Allaha sığınırıq. Əzabdan, qəbr əzabından və s. Sonra bir dəfə də bu duanı oxuyuruq, zikri, sonra yenə dua edirik. Sonra üçüncünü oxuyuruq, gedirik artıq Allahın izniyle. Yəni, zikirlərin arasında dua olur. Zikirlərin arasında, yəni 2 dəfə, 3 dəfə zikir edirsən, 2 dəfə dua edirsən. Və zikir edəndən sonra gedirik artıq hara? Səfadan Mərvaya. Və bax, qardaşlar və bazılar, biz dedik, ola bilsin də insandır, kimsə belə qrupdan uzaq düşər. Səfadan Mərvaya 1 sayılır, Mərvadan Səfaya 2 sayılır. Elə insanlar var, nə ediblər? Elə bir ki, qruplar, dairə ediblər belə. Səfadan Mərvaya gəlib və Mərvadan Səfaya qayıdıb 1 sayıbdır. Elə bir ki, 2 qat edibdir. Yox, 7 babı sayılır. Səfadan Mərvaya 1, Mərvadan Səfaya 2 və belə. Hər səfərdə bu duanı eləyirik zikirlər, əgər imkan olarsa. Yox, əgər də polislər imkan verməzlərsə, yanma imkan olmazsa, o da heç eləmirim. Gedə-gedələr, nə bazarım onu edirik, qaydırıb səyimizi edirik. Əsas olur səy eləmək. Artıq 7-yə gələndə Mərvaya biz dayanmırıq orada. Artıq Mərvaya gələndə 7-dən də dua olunmur və zikir. Nə də heç bir namaz yoxdur, heç bir namaz varid olunmayıb. Heç bir dəlil əsası yoxdur. Görəcəz, bəzi insanlar orada namaz qurur. Amma ona heç bir əsas yoxdur, əsassızdır. Deməli, sonra deyirik, 7-dən artıq çıxırıq, gedirik başımızı qırtdırmağa. Kimi qırtdırır, kimi qısaldır və bazılar da ki, bir tırnaq boyutda belə hesabların ucundan götürür. Yəni, qardaşlar, biz görəcək insanlar meçiddən həmən orada, Mərvanın yanında və meçiddən çıxan kimi onun ağzında başları qırırlar. Qadınlar saçlarını çağırıb, qısaldırlar, Allah qorusun. Bu şeylər hamısı olmaz. Yəni, mən deyərdim, bu haramdır. Qadınlar üçün şək şübhəsi haramdır. Kişilər üçün də. Niyə görə? Subhanallah, təsəllə birisi gəlir bizim evimizə, başını qırılır, tökür evinə. Sən necə baxarsın o insana? Ən azı bir boylarsan onu oradan. Məsələn, o boyutda meçiddə, haramda başının tükünü qırıb tökür. Allah qorusun. Yəni, bu olmaz eləmək. Elhamdülillah, biz neyinizi çıxacaq oradan rahatsana. Gələcək qardaşlar otelimizin yanında, bir sürü otaqda, otelin yanında nə qədər bərbələr var və yaxud otelin giden yolda. Bazılar da ki, öz otaqlarında Allah'ın izniyle. Faizində kimləsi yoxdur, ya bir bazılarda olar. Saldıdalar otaqda rahat deyil. Bununla bizim ümrəmiz bitir, yəni satıb satmaqla başı götürməklə. Yəni, Allah'ın izniyle ümrə bitdi. Ümrə bitəndən sonra artıq biz ne dedik? Gözləyəcək həcc günlərimizdir. Yəni, kim istəsə, sözsüz ki, biz heç kimi məcbur etməyik. Amma tövsiyə baxımından, belə ki, toplantıda demişdim, yenə də deyirəm, mən həccə kimi məsləhət görmürəm harama gedib gəlməyi. Harama gedib gəlmək xəstələnməyə səbəb ola bilər. Orada insanlardan çox təmaslı olur. Orada kondisioner olur. Və orada insan tərir, soğuyur və s. Yəni 3 gün, 2 gün belə oteldə olacaq. Və otelin yanında namazımız qılacaq. Və otelin yanında namaz qılınsa da belə meçiddə yenə də 100.000 savab biz qazanır Allah'ın izniyle. Və həmçində alimlər də belə tövsiyə edirlər ki, oteldə olub, otelin yanında namaz qılıb, həccə kimi meçidə getməmək harama. Amma kimsə getsə biz deyə bilərik. Kimsə yəni məcbur vermərik ki, qalsın. Sadəcə bu bir tövsiyədir.
qorunmaq üçün. Həm sizdəki belə daha gözəldir. Yəni bunu kimlər tövsiyə edir? Alimlər tövsiyə edir Allah'ın. Və bununla qarajlar bitir və inşallah Allah'ın izniyle həccdəki başlayacaqdır. Hicri ilə ayın 8-i. Yəni 8-i günü biz artıq oteldə niyyət edəcəyik həccə, ehramımızı geyinəcəyik və çıxacaq avtobusu bileti girəcək binaya. Təxmini bu bizdə bir miladi ilə ayın 4-ü. 4-ü biz artıq gecəni gecələyəcəyik çadırda, binada. Birinci gecəmiz olacaqdır. Birinci gecəmiz olacaqdır. Sonra isə biz sübhi qılıb orada, növbəti gün artıq 5-i, ayın 9-u, Arafa günü çıxacağıq, girəcəyik Arafaya. Arafada da biz inşallah Allah'ın izniyle zöhürdən əsri birləşdirdik və dua günüdür orada. Şeytanın en qəzəblənən günüdür. Çünki Allah'ın qulları, yani cəhənnəm əzəbindən azad olunan gündür. Cənnətin qapıları açılan gündür. Mələklərin saati hesabsız yenən gündür. Qəzəblənir. Və sonra bizə qardaşlar, yəni növbəti nədir bizdə? Yəni məğribə yaxın oradan çıxırıq Allah'ın izniyle Arafadan gəlirik Müzdəlifəyə. Müzdəlifədə də Allah Resulü s.ə.v Arafada qılmayıbdır. Nə məğribi, nə işanı. Peyğəmbərimiz s.ə.v Müzdəlifədə qılıbdır məğribdən işanı. Məğribdən işanı birləşdiribdir Müzdəlifədə. Müzdəlifədə qılınır məğrib işə və sonra isə istirahət olunur, sübhə kimi. Sübh namazı da qılınır, oturub orada zikir olunur. Nə qədər çox zikirlisin, o qədər yaxşıdır. Ən gözəl zikirdə La ilə illallahdır. Nə qədər çox bilsən, o qədər güzəldir. Zikir, dua və gün çıxana yaxın da artıq gedirik hara? Minaya. Minaya da gəlinir çadıra, əgər ağır yük varsa bizdə, onları qoyuruq ora və oradan artıq başlayır hərəkət piyada. Piyada gəlirik Camarata. Təxmini 4 kilometrə yaxındır. Piyada gəlirik. Ora yəni heç bir minik yoxdur. Yəni heç ora minikdən gelir. Gəlirik ora tünellər içindən gəlir. Yox. Gəlir ora bir dənə şeytan daşlar o gün 7 dənə daş biz yığırıq. Yəni əgər bilməksə, yəni görəcəksiniz Müzdəlifədən, Arafadan daşlar yığılır. Yəni demək istəsiniz Peyğəmbər s.ə.v hardan yığılır? Peyğəmbər s.ə.v binadan yığılır. Yəni daha doğrusu Peyğəmbər s.ə.v yığmayıb. Ənəs radiyallahu anhu onun üçün yığılır. Binadan yığıldı. Peyğəmbər s.ə.v daş yığıldı binadan. Amma kimsə Arafadan yığılır, kimisi Müzdəlifədən yığılır. Axşam görəcəksiniz daşlar, dağlar belə. Yəni daş satılıb eləmir, necə ki bəzilər deyir. Əlhəmdülillah hər yer daşdır. Kim istəyir, nə qədər istəyir, nə qədər. Dostlar, bəzi insanlar var, yığmır, istəmir yığmaq, özünə əziyyətə vermir, kimlərə də pul verir, gedib yığdırır o daşı. O yığan insanın haqqını ödəyir, onun öz işidir. Bəlkə ola bizim bizdə qrupda elə bir insan olar, nə deyim? Amma kimsə belə, elə şey olsa, yəni nəsə ola bilsin, üzürü bir səbəbdən, problem deyil, bizə deyilsə məsələsi, biz onu yığıb gətirərik Allah'ın izniyle. Nə olan şeydir, 7 dənə daş bir şəhətdə yığmayarsan. Və bu da təxmini qardaşlar, yəni bəzi insanlar görürsən orada cahilliyin üstündən ayaqqabısını atır, əlində çomağını atır. Və bunlar heç bir düzgün deyil və yaxud da böyük daş, təxmini noxud boyutdan, noxuddan biraz böyük daş olmalıdır. 7 dənə birinci gün yığatılır. Hər ehtimala qarşı bir dənə 2 dənə artıq qoysan, birdən də ola bilər əlindən düşüb eləyər. Amma belə orada çox olur. Birinci günümüz budur bizim qardaşlar. Yəni daha doğrusu bu həcc günümüz artıq yəni bayram günü. Biz artıq bu günlərin yəni ayın 10'u bayram günü ehramdan çıxacağıq. Biz artıq 2 əməl elədiksə birinci təhəllül olur. Yəni birinci halallıq olur. Yəni sən artıq ehramdan çıxa bilərsən, ehram geyinirsən. Ətirdən istifadə edə bilərsən, başını qıtdıra bilərsən, yəni geyinə bilərsən, problem deyil. Yəni 2 amildən sonra. Məsələn, daş attın, qurban kəsildi. Çox tarif etdik, sən artıq çıxdın ehramdan sonra. Sonra isə biz oradan, Cəmaratdan gəlirik Kəbəyə, ifadə tavafına. Oradakı qardaşlar, mən istik olmaq istəmirəm. Yəni, əlhəmdəllah məhməqəti ilə 2 ildir biz tapmışıq binik
gəlirik Allahın izniyle. Amma insanlar var piyada gedir. Yəni orada artıq biz gələk biraz. İnşallah biz sizinlə çalışacağız yani. Çox pul almasınlar inşallah. Çalışacağız bir yerdə. Ya bir böyük avtobus, ya bir nə bilim 2 dənə 3 dənə belə balaca minivenlər. Baxacağıq ona, artıq o hala qayıdır. Yəni bir yerdəyik, heç kimi belə. Mən çalışacağım ki, heç kim oradan Allahın izniyle piyada getməsin. Belə də ama piyada gedirsə, hətta belə 3 nəfər, 2 nəfər belə qalsa, mən onlarla piyada gedirəm inşallah Allah'ın izniyle. Amma biz çalışacağız ki, birlikdən olsun bu. Çünki bizi qabaqda tavaf gözləyir, sonra həmən ilk ümrədə elədiyimiz şeylər hamısı təkrardan alacaq, səy, məsələ. Gələcək inşallah Allah'ın izniyle ifadə tavafına, ifadə tavafı olandan sonra ikinci təhəllül olur. İkinci təhəllül yani birinci təhəllüldə hər bir şey halal olur, üzr istəyirəm, yalnız qadından başqa və yaxud da qadına kişidən başqa, halalından başqa. Hər bir şey halal olur. Ətir də bu kişilərə aiddir, saçını götürdür, rəngət əsərdir. Amma artıq ifadə tavafından sonra hər şey halal olur. Dar çıxdın ehramdan. Tamamilə yəni ikinci yəni təhəllül olur. Biz inşallah oradan bunları bitirəndən sonra gələcək otelə. Otelə gəlib, əynimizi başımızı dəyişəcəyik. Kimin nə ehtiyac var onu görəcəkdir. İndi biraz rahat, baxacaq saat necə çatır ora, ondan asılıdır. Və orada da artıq miniklər danışacaq inşallah. Ola bilsin avtobus olsun, ola bilsin biz 2023-cü ildə maşınlar danışıb, ondan getdik, 2 dənə avtobus oldu, 2 dənə belə. İnşallah orada da onu danışıb, qaydacaq təzə minaya. Biz gecənin yəni çox hissəsini minada keçirməliyik. Bu gün birinci gün vacibdir. Ondan sonra da ki 3 gün qalır. 3 gündəki artıq sünnət. Bu o demək deyil ki olunmasın. Və biz dedik axı ən gözəl əməl hansıdır? İxlas və Peyğəmbər s.ə.v-in elədiyi kimi. Və çalışmaq lazımdır onların hamısını eləmək. Və baxmamaq o amilləri kiçik. Nə varid olub hamısını eləmək Allah'ın izniyle çalışmaq. Çalış hamısını elə. Dayanma. Dilin daim zikirlə islah olsun. Allah'a dua elə, zikir elə. Allah'ın istər qəlbinin genişlənməsinin, imanının təzələnməsinin, zürriyyətinin tək Allah'a ibadət eləməsinin, zürriyyətin üçün istəyirsənsə qiyamətə kimi sənin belindən nə qədər insan gələrsə o sayılır. Və həmçindəki Şeyh Abdurrazak Əfsullah deyir, bir zikir var, onu bir eləyən insana, hamımız birisi olabilirsin, çoxunuz yani. Onu eləyən insana deyir, mələklər savabını saxdırıb yaza bilmirlər. Allahumma mağfir bil-müminə vəl-müminət vəl-musliminə vəl-muslimət əl-əhyə minhum vəl-ənvat. Bu zikri kim eləyərsə, təsəlli ki, mələklər onun savabını yaza bilmirlər. Niyə görə? Açıqlama. Nə deyirik buna? Deyirik ki, Allah'ım, sən mömin kişi və qadınları, müsəlman kişi qadınları, ölənləri və diriləri bağışlar. Bu nədir? Açıqlamadan necədir? Şeyh deyir ki, deməli, Adəm əleyhissalamdan və qiyamət qopana kimi bütün mömin və müsəlmanlar üçün dua eləmiş olsun. Və Adəm əleyhissalamdan qiyamət qopana kimi o müsəlman, müminin sayını kim bilir? Yalnız Allah subhanahu wa ta'ala bilir. Mələklər də bilir. Ona görə mələklər belə onun savabını yaza bilir. Qalır qiyamət günü. Yəni bu sözsüz ki, belə zikirlər çoxdur Allah'ın izniyle. Və yalnız mənim tövsiyəm odur ki, dayanmayın qardaşlar. Birincisi çox böyük bir əzəmətli günlərdir. Allah qatında ən sevimli, ən əzəmətli günlərdəyik biz. Bundan sevimli yəni ki, heç bir gün yoxdur. Təsəlli. Yəni bu günlər çox əzəmətlidir. Hətta belə Allah Razı s.ə.v nə ilə dedi, müqayisə elədi. Peyğəmbər s.ə.v və sahabələr artıq sadalayıb, Peyğəmbər s.ə.v deyir ki, bu günlərdən əksər bir şey yoxdur. Sahabələr deyir, hətta cihad deyir, bəli, hətta cihad. Cihada çıxan belə, Allah yoluna çıxan insan belə döyüşür, onun belə elədiyi döyüşdə əməllərdən bu günlərdə olunan əməl daha hissədir. Yalnız istisna nə elədi? Bir o şəxs ki, o döyüşə çıxar malı ilə, canı ilə və ondan heç bir şey qayıtmaz. Yəni şəhid olar o döyüşdə. Yalnız o insanın əməlləri də üstün olar
bu günlerde o eyleyen insanın əməllərindən üstündür. Məsələn, biz de bu günlər ne edəyək? Gidip başa düşdük, Azərbaycanda olsun. Biz burada da gafil olaq, biz de çeşitli günlər bilməyək, bu artıq yani gafletten başka hiçbir şey adlandırma olmaz. Allah korusun. Ona göre bizi Allah'tan müvəffəqiyyət istəyəcəyik ki, Allah asanlaştırsın bize bu ibadetleri. Ve Allah bize nəsib eləsin o məqbul həcci. Bunu istemək lazımdır, dayanmadan. Böyle şey değil kardeşler. Bacılar, yani bu anadan olmuş uşaq kimidir. Belə qayıdırsan buradan. Bunu Rəbbimizdən istəyəcəyik ve bunun için çalışacağıq. Ve biz de bilmirik, bir daha gələ biləcəyik, gələ bilməyəcəyik. Hətta belə malımız olsa, pulumuz olsa, səhədimiz olsa, yenə də o bizim gələ bilməyəcəyik. Allah daha doğrusu bilir, çox yormayayım. Rəbbimdən diləyirəm ki, hər birimizə Allah subhanahu ta'ala məqbul həcc nəsib eləsin. Allah subhanahu ta'ala bizim günahlarımızı bağışlasın. Allah subhanahu ta'ala bizi buradan tam şəkildə bağışlanmış şəkildə dönməyə nəsib eləsin. Və Allah subhanahu ta'ala bizim ölkəmizin əmin-amanlığını qorursun. Və Rəbbimdən diləyirəm ki, Allah subhanahu ta'ala bizim başçımıza kömək olsun daim. Ona düzgün şəkildə qərarlar verməyə və kimlər ki bizim ölkəmizə, müsəlmanlara və başçımıza hilələr qurur, Allah subhanahu ta'ala o hilələrin özü o qarşısını alsın. Və Rəbbimdən diləyirəm ki, daim bizim ölkəmizi müzəffər ölkələrdən eləsin. Allah subhanahu ta'ala halkımıza, millətimizə hidayət versin. Allah subhanahu kimlər ki xəstədir, sıxıntıdadır, onlara kömək olsun, şəfa versin. Allah subhanahu daha doğrusu bilir, müvəffəqiyyət Rəbbimizdən deyil, bu müvəffəqiyyəti Rəbbimizdən istəmək lazımdır. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahe illə əstəğfiruka və etûbü ileyk.